Salam 102 Xəbər Info və Inform Xəbər TV izləyiciləri. Bugün biz Xaçma şəhərində Heydər Əliyev prospektində yerləşən və sakinlərin sevimli istirahət mərkəzlərindən biri olan Şəxsiyyətlər Parkındayıq. Şəxsiyyətlər Parkının təməli 2007-ci ildə qurulub. O vaxt bu parkın açılışında ölkə prezidenti İlham Əliyev də iştirak etmişdi. Qeyd edək ki, Xaçma şəhər İcra Hakimiyyətinin başçısı Elnur Ruzayevin tapşırığı ilə Şəxsiyyətlər Parkı yenidən abadlaşdırılıb. Müasir üsulda salınan parkda dekorativ ağaclar, kollar əkilib, oturacaqlar quraşdırılıb, avtomobillərin manisiz və təhlükəsiz hərəkəti üçün yeni asfalt örtüyü salınıb. Bizə verilən məlumata görə bu parkda tanınmış şəxsiyyətlərdən 40 nəfərin büstü qoyulub. Aşıq Ələsgər, görün nə gözəl, Aşıq Ədalətin büstü. Aşıq Şəmşir və incəsənət xadimlərindən Azərbaycanın xalq artistləri Hacıbaba Bağırovun büstü, görürsünüz. Əliağa Ağayev, ölməz sənətkarımız Nəsibə Zeynalova, Bəşir Səfəroğlu və Lütfəli Abdullayevin büstlərinin qarşısındayıq. Bunları görürsünüz. Bu büstlər yenidən qurulub.